Gələn səfərdə bütün McDonald's sipariş verdik. Hər kəsə salam, əziz izləyicilərim. Bu videoma da xoş gəlmisiniz. Videomuzda nə edəcəyik? McDonald's-a gedəcəm bu günləri. Bu gün axşam Zahildir, mən də, Hüseyn də gedəcəyik McDonald's-a. Çox güman ki 28-dəyik də bizimdir. Bizə yaxın olan 28 molda orada oturacağıq. Bu günləri videonu çox güman ki kalori videosu kıcal 2500 kıcal və yaxud 3000 kıcal olacaq videonun başlıq hissəsi. İşdəyik hal-hazırda. Bu gün hava biraz yağış yağır, dəhşət. Hava soyuqdur, yağış da yağır. Sel basıb hər yeri. Bu günləri heç nə gedəcəyik, amma axşam işdən çıxandan sonra gedəcəyik. Bəlkə Əli Hüseyn də gəldi, amma dəqiq hələ söz verməyibdi. Dedi ola bilsin gələcəm. Əli Hüseyn də gəlsə onu da çəkəcəyik. Orada McDonald's molda çəkəcəm video. Belə bu günləri səhər-səhər yumurta yedim. Neçə dənə yumurta vurmuşdun? 4 dənə, 2 dənə adama yedik də, belə deyim. Deməli 2 dənə yumurta oldu. 2 dənə yumurta sarılı, bir də ağlı. Sarılı ağlı. Onu mən kahvaltı bölməsinə vurum. Bir dənə hesablayayım deyim. Yumurta 2 dənə. 2 dənə yumurta kaydet. Biraz da pomidor yemişdim. Pomidor. Səhər-səhər 173 qram elə kalori səhər-səhər yemişik. Biraz olar işə gəlmişik. Yəni bir dənə yulaf da hazırlayacağam. 150 qram da yulaf hazırlayacağam. Üstünə banan, kivi, onu da göstərəcəm sizə. Onu da hazırlayacağım. Onu da hesablamanı eləyəcəm. Kalori hesaplamasını səhərə aiddir onsuz da o da. Onu da burada qeyd eləyəcəm. Burada fat sekretdə eləyirəm. Deməli kahvaltı 173 kalori. Baxın görürsünüz, biraz pomidordur, bir də yumurtadır. 2 dənə orta boy yumurta, 200 qram da pomidor. Əlavə eləyəcəm yenə. Yulafı da yazacaq, çünki yulaf da yeyəcəyik. Yulaf 100 qram yox, 150 qram yulaf qayd eləyək və əlavə kivi. Kivi meyvəsi, bir ədəd kivi, bir ədəd də banan olacaq. Hə, bir ədəd də banan olacaq. Banandakı 100 qram. 100 qram da banan. Belə. Yəni onu da qeyd elədim. Yəni ümumilikdə 892 kalori yemişik. Yəni belə hesablayaq da. Daha doğrusu yulaf yeyəndən sonra tamam olacaq. Yulafın üzərinə bananla kivini yeyəndən sonra tamam olacaq. 892 kalori səhər yeməyi. Bu günləri off day idi. İdman yoxdur. Yəni bu gün ancaq yeyəcəyik. Həftədə bir dəfə McDonald's-da yemək olar da onsuz da elə də belə deyim, hər gün onsuz da getmirik biz ora. Heç vaxt olmur çıxıb getməyə. Yəni həftədə bir dəfə, 2 həftədən bir, 3 həftədən bir arada gedib McDonald's-da otururuq. Belə 892 kalori səhər-səhər oldu. Günorta yeməyimiz də var. Yulafı elə belə yeyəcəyik, söz yox. Amma günorta da yeməyimiz olacaq. Günortanın yeməyini də hesablayacağıq. Makaron gətirmişəm. Makaronla ətdir, qanaddır, toyuğun qanadıdır. Onu da çəkəcəm, sizə göstərəcəm və orada kalori hesaplamasına da vuracam, tam dəqiq biləcəksiniz. Yəni səhər 892 kaloridir, minə çatırıq. Bu günləri bir 3000 kalori, 3500 kalori ən azı yemək lazımdır. Burada da baxın, hamısı aydın şəkildə yumurtadır, yulaf 150 qram, banan 100 qram, kivi meyvəsi 1 ədəd. Pomidorda 200 qram, ümumilikdə 892 kalori bizim səhər yeməyimiz. Burada yenə həmişəki kimi göstərmişəm sizə. Yulafları mən bunlardan alıram. Çiyələklə banan dadlı aroması da var içində. Belə 2 ədəd hazırlayacağam. Birini Rahilə hazırlayacağam, birini də özüm hazırlayacağım. Çörək əvəzi də xlepsi yeyirəm. Xlepsi. Baxın bunlar xlepsidir. Yəni pis deyil. Düzdür, bəziləri bəyənməyə bilər, amma əsas odur çörəkdən sizi uzaq tutur. Yəni birtəhər məcbur kök adamlara aiddir bu, söz yox. Yəni belə xlepsi də normaldir, yeyə bilərsiniz. Buna dadı var, pis deyil. Bunu sizə göstərəcəm burada qabımda bununla. Xlepsi dolu da başqa cürləri də var, yumuru da var, başqa da var, hər cür var.
Xlebsi də yeyə bilərsiniz hər səhər yeməkdə. Yəni çörək əvəzi onu qəbul edə bilərsiniz. O da belədir. Rahil indi gedir kivi almağa. Rahil bananla kivi alıb gəlir burada böyürdən. Yəni hava bu vəziyyətdədir. Bu günlərə çox güman McDonald's-da 2 dənə double cheeseburger verəcəm. Sifariş. Onu da hesabladım. 1400 nə qədər kalori elədi. İndi free kartof var. Onları hesablamamışam, söz yox. Tək double cheeseburgerini hesabladım. Yəni çox güman ki 3000-3500-ə qədər gəlib çıxacaq. Belə axşam görək maraqlı olacaq. Gedib oturacağıq. Həm söhbət eləyəcəyik, həm də yeməyimizi yeyəcəyik. İndi yulafı hazırlayıram. Bir dənə kivi ilə banana alıb gətirsin Rahil. Hazırlayacağım yulafları. Əzizləyicilər, kivini aldı gətirdi Rahil. Yulafları tökülür. Bu yulaflar bunların içində 150 qram olur. Arxasında da burada qeyd olunubdur. Yəni bunların üstündə qeyd olunur. Yəni bir dənəsi 150 qram. Həm də ondan əlavə mən bunu tərəzidə ölçmüşəm. Tərəziyə qoyub yoxlamışam. Bunlar belə kiviləri doğrayaq. Burada da buradadır. Kivini doğrayacağıq. Adama bir dənə kivi, ondan sonra bananı da doğrayacağıq. Tefal da orada qaynayır. Tefal qaynasın, sonra mikrovolnovkaya qoyacağam. Mikrovolnovkaya qoyandan sonra biraz saxlayacağıq 3 dəqiqə. Keçən səfər göstərməmişdim. Yəni onu elə də yeyə bilərsiniz. Amma mən bir dənə mikrovolnovkaya da qoyacağam, yoxlayacağam. Çünki bir yerdə gördüm ki, mikrovolnovkaya da qoyurlar. Ondan sonra elə də bir dənə yoxlayacağıq. Görək onda nə olur. Bananı da belə doğrayaq. Çıxartıb doğrayacaq. Bu da belə. Bananla kivini soyduq. Bu vəziyyətdə bir dənə yulafları gətirək. Çaylıqdan tökürük. Biraz soğudu, bəs eləyir. So. İndi yavaş-yavaş bir dəqiqə kiviləri doğrayacağıq. Bunları qoyum mikrovolnovkaya. Biraz qalsın. Bir 2 dəqiqə zət qalsın. Gözləyək, özü atacaq onsuz avtomatik. Onun kimi də biz bunları doğrayaq. Meyvələri doğradıq, qəşəng. Bu vəziyyətdə meyvələri doğradıq. Burada da yulaf hazır olur. Aha. Bu vəziyyətdə. Gördüyünüz kimi belə biri hazır. Birisini də həll edək. Biraz da kakao tökəcəm. Dad versin deyə. Biraz deyəlim çox oldu. Çox oldu, amma eyb yox. Belə bu vəziyyətdə. Düzdür, bunda kakao çox oldu, amma onusunu da tökəcəm. Düzdür, hamısı bura indi yerləşməyəcək. Bananla kivi çoxdur, amma ki yerləşməyəndə belə yeyəcək də. Yəni onun fərqi yox. Bu qaydada hazırdır. Yəni yulafı yeyəcəyik, qəşəng. Kakao da tökdük, kivi də var. Kivi, kakao, banan, yulafdır. Yulafdakı banandan çiyələkli yulafdır, aroması olan. Bunu obşi birlikdə 620 kalori edir təqribən. 620 kalori kivili, bananlı. O biri kivi yerdə qalan kiviləri yedik. Bunlar da ki, bura doğradıqlarımızda kasa balaca oldu, ona görə məcbur hamısını bura qoya bilmədim. Soyuq yeyəndə də dadlıdır.
Kivi ilə yoxlamamışdım. Bananla yoxlamışdım. Kivi ilə də dadlıdır. Kivi turşdu deyə ləzzətlidir. Ağlar kivi ilə də yoxlaya bilərsən. Yaxından da göstərim. Belə. Necədir Rahil? Yaxşıdır. Keçən səfər kimi yola vermək həqiqətən də yəni normaldır da. Bunun qaydası yemək dadlıdır. Yorumdan altda izləyicilər yazır ki, Rahil yola verir. Sən yola vermirsən abi. Dəqiq olsun, yəni bəlkə də sənin də xoşuna gəlmir. Düzdür, yulaf çox adam xoşuna gəlmir, amma nə etmək olar? Proteindir. Əladır. Ye getsin, düzdür. Yeyin getsin. Həqiqətən əladır. Yox, mənim yəni xoşuma gəlir. Yəni meyvə ilə düzdür, sadə yeyəndə dadı elə də yaxşı olmur. Hansısa bir meyvə üstünə qatanda, indi zövqə uyğun da badam da qoya bilərsiniz. Kişmiş də qoya bilərsiniz, meyvə də qoya bilərsiniz. Meyvə ilə nəyləsə qatanda hələ fıstıq əzməsi üstünə tökənlər də var. Fıstıq əzməsi də olsaydı üstünə tökərdim. Fıstıq əzməsi də tökə bilərsiniz. Yəni hər şey tökə bilərsiniz. O sizə qalıbdır. Hə, gətirmişik evdən yeməklər gəlir. Pomidor hər dəfə yeməyin yanında pomidordur. Biber bu günlükdür. Normalda biber olmur da yəni, arada olur da. Hə, xiyar pomidor olur çox vaxt. Su, yemək də ki budur. Makaron, azca püre var orada balaca. Su bir də qanadın özü. Qutardı getdi. Budur. Yemək budur. Belə makarondur, düyüdür, qreçkadır, həmişə qanadla, sinə ilə, toyuğun sinəsi ilə bu belə olur. İndi burada qızdırırıq. Yaxşı ki bu mikrovolnovkanı da götürmüşük işdə. Burada qızdırırıq, qızdırıb 2-3 dəqiqə qalır yeməyimizi yeyirik. Onu da hesablamasını eləyəcəm. Makaron. Prosta orada nə qədər olar makaron? Bir hardasa təxmini. Hə, 150-200 qram olar, hə? Hə, bir 200 qram zad olar. 200 qram, 250 qram. Bir dənə də qanat var da. İndi onu da yazacağım. Kalori hesablamasını onu da çıxardacağım. Hə, əziz izləyicilərim, yeməyi yedim. Burada yeməyi yemişəm. Makaronla yazdım. Öğle yeməyini də yazdım. Makarondur deməli. Toyuq qanadıdır 1 ədəd. Pomidordur 70 qram pomidor, toyuq qanadı. Toyuq qanadında pişmiş halda tətbiqdə var, onu da yazdım. 642 kalori də öğle yeməyi, günorta yeməyi oldu. İndi onun hamısını da buradan qoyacağım, buradan çıxacaq. Buradan belə baxarsınız hamısına diqqətlə. Öğle yeməyini də qoyacağam ora, baxarsınız. Birazdan çıxıb gedəcəyik. Günorta yeməyini yedik, səhər yeməyini də yedik. Birazdan gedəcəyik McDonald's. Axşam yeməyini McDonald's-da biraz yeyəcəyik. 2 dənə menü sifariş verəcəm. Onu yeyəndən sonra evdə də biraz yeyəcəyik. Onu da hesablayacağım. Hamısını bir yerdə total qoyacağım hamısını. Çıxdıq. Gedirik indi mola. Hüseyin də gəlib. Rahil də ki, o da öz ampulasındadır. Baba dəhşət küləkdir. Yaxşı mikrofon var. Mikrofon video söndürəndən sonra baxacağım bir dənə mikrofona. Görün mikrofon patlamayıb, mikrofon səs çəkir. Gedir indi. Ağıllı var. Bunu çək. Qabaqdan oradan çıxdı. O tərəfə keçsiniz. Niyə ora gəlmişsiniz? Nə bilim. Gəldi çatdı. Donsun havası. Soyuq hava. Soyuq hava isti McDonald's. Sifariş verəndə gətirəndə soyuq gəlir. Ona görə də burada yerində gəlib yemək daha yaxşıdır. Yer. Burada yemək. Sən nə yeyəsən? Nə bilim, sən nə alırsan? Mən cheeseburger. Bu da double makro. Bu təzə gələn bu da yeni. Nəysə. Güzel bir sən yeyə. Cheeseburger. Cheeseburger yaxşıdır. Mən cheeseburger yeyirəm. Big Mac deyim sənə. Hə. Double cheeseburger. Standart Big Mac.
lan. Yo. Rahim nə yeyəcək? Onu soruşmadı. Ne versin yiyəcək o. Siparişe bakma. Sıcak olsa yeter. Şöyle teşekkürler. Ödeniş elədik. Hazır olsun. Yiyəcək. Siparişi verdik. 43 manat 70 qəpik. 2 dənə Big Mac menü verdik. 2 dənə Big Mac menü. Deməli 2 dənə Big Mac menüdür, 2 dənə də mən tək özümün cheeseburger yeyəcəm, qablosuzam. Belə. Şimdi gəlsin, kalori hesablamalarını qoyacağım belə. Ödəniş lazım deyil. O deyil, gedir imkansızlara kömək üçün. 100 dənə pulsuz arxada yeyirlər. Neçə idi bizdə? Əzmi, bunu hara əzirsən? Deyəcəklər, sübut eləsəysən. Əsas bu deyil, bu deyil. Onu əzə bilərsən. Bunu sən əzin. 84 hazır, bəli, 83. Sənin burgerlərin gec hazır olacaq. 0.83. Burada gəlib yemək daha rahat, demək. Yoxsa yarım saatda, bu yağışda özdə 2 saata gəlib satacaq. Yağışda, soyur, bura gəlib çatana qədər, olsa gəlib çatana qədər soyur. Özdə 4 dənə 83 idi bizdə. Hazır bizdə kötür. Gəlim mən. Yekə fonzu da mənim. 2 dənə yekələr mənimdir. Kasıbın Bu olandan. haqsızlıq. Rahil kasıbın olandan götür. Allah razı olsun. Göydən su. Qaqa, göydən su damcılır. Yağış yağır. Basıldıq. Zarfansız su damcılır. Yağış yağır. Dadına bax. Bu açıqda olanlar mənimdir. Bilirik qaqa, Fili bilirik. kartof neçədəndir? Qaqa, səninkində firqi yoxdur. Belə şey olanınız yoxdur. Götür indi, götürəcək, götür. Necə mən orada neçə qalıbdır ki? Qaqa, getdi də. Həmdən Get gör. deyil qaqa, gəl, buradayıq, narahat Nəri olma. qaqa? Yedi gələn. Gözüm də. Bir dənə kartofları qoymamışlar. Borclu çıxartdıq olar. Fili kartofları qoymamışlar. Mən də getdim dedim sağ olsunlar, amma dəyişdilər. Yox, dəyişməyəcək. Dəyişmədilər, verdilər. So. Bunun dadı tamam başqa şey. Nazıdan başqa şey. Sən də o kilan kolanı içəsin. İçənməsən. Şeyin kömək edir. 2 dənə də kol. Ye. Neçə kaloridir bu? Dirəksən bunun 3 dənəsini də yemək olar, yeyərəm. Var da sən Bu nədir ki, 2 Fat dişləmək Secret'dən deməli 1400 neçə kalori elədir, amma tək burgerlər, double cheeseburgerlər, yəni o qədər elədir. İndi ikili kartoflarla olanı hesablamadım. Onları hesablasaq yəqin ki çox olacaq. Kalori sərfi. Bunları hesablasaq. Rahat bir yağ. Bundan birləşib 3 dənə, 4 dənə. Bunlar 5 tane. Hazırdır. Hamısı hazırdır. Şu udub qutarmışıq. Ağız dayanmadı. Dayanmadan qutardıq. Buradan indi çıxacaq. Buradan çıxacaq. Gedəcəyik evə. Evdə də biraz yeyəcəyik. Amma ki hələ bilmirəm də nə yeyəcəyik. Evdə hələ bilmirəm nə var. Belə gedib şey tapıb yeyəcəyik. Evdə ged uzan da elə şeydir. Çəkim səndə qoy. Gedib uzanardı, ged uzanardı. Yuxum gəlir. Deyir yuxum gəlir. Uzanacaqdır. Hüseyin, sonra gedək evə də. Haraya ver, gedək, görməyim, nəsə özüm məşğuliyyət tapaq. Başqa yemək tapaq. Yemək başqa nəsə yeyək. Tamam. Getdikcə.
Don't you mind it apatı. Qaşı oldu ama ha? Ha o elə belə tamam. Şey alır, McDonald's alır. Mollan bir girişimiz, bir də çıxışımız oldu. Video bundan ibarət. Gedirik indi etsə. Gedirik maşına. Maşınla da gedəcəyik evə. Evdə də nə yeyəcəyik onu da çəkəcəm. Kalori hesablamaları da ki öz yerində hamısını ekrana qoyacağım. Buradan baxacaq ki. Hara geldi? Hara geldi? Bunu deyirsən maşına gidirik. Bir də maşına oradan da Yeri evə. daha var. Kameraman. Qaqa, daldala yeriyəm. İzleyenler yoruma yazabilir. Bizim kameraman biraz Başında Qaqa, bunu kameralıqdan keçirir. Kamera yox deyil. yox kameraman yola verdi. Çəkdi. kameraman olmak. Elə əlim versin. Nə olar olar. Nə düşər. Padval da su basır. O yüzden her taraf sudur ki. Sudur ki her taraf. Ha, padval su bas. Buran su basmayıb be. Tatmışıq əziz izləyicilər, hazırda evdəyəm. Yeməyə axşam nə yeyəcəyik? Düyü var. Qəşəng düyüdür. Düyü və biraz da qanat. Qanat var. Düyü ilə qanat yeyəcəyik. Onların da hesablayacağım. Deməli, deyəcəm sizə tərəzidə ölçüb. Deyəcəm proqramda hamısını bir-bir ard-arda qoyacağım. Üçün də ard-arda öğlə yeməyi, kahvaltı, axşam yeməyi. Çox güman ki, burgerlə bu düyü hamısını bir yerdə axşam yeməyini yerləşdirəcəm. Çünki tətbiqdə yəni axşam yeməyi var, yəni axşam yeməyindən sonra yoxdur. Ona görə hamısını bir yerdə qoyacağam, axşam yeməyini birləşdirib qoyacağam. Ona görə orada McDonald's-da mən onu qıraqdan kalori hesaplamasına qoymadım. Yəni axırda hamısını göstərəcəm. Ard-arda gedəcək videoda. Belə yeməyimizi çəkək, yeməyimizi yeyək. Saat da 11-in yarısıdır. Axırıncı yeməyimizi yeyib, sonra da yatacam. 12 tamama kimi də yatacam. Deməli, 150 qram düyü, 150 qram düyü olacaq. Əlavə edəcəyik bir dənə də toyuq qanat. Toyuq, qanat. Qanat, bunu da seçək. Bir ədəd. Ədəd olaraq da bir ədəd əlavə edəcəyik. Su. Axşam yeməyi də burada. Axşam yeməyi də. Ümumi axşam yeməyi burgerlə hamısı birdir. 3400. Yox. Axşam yeməyi 2767 oldu. Ümumi birlikdə hələ bu öğlə yeməyidir. Bu da axşam yeməyidir də. Bunu da oraya yerləşdirəcəm. Siz üçünü bir yerdə hesaplayarsınız. Birləşdirəcəm oraya. Üçünü bir yerdə hamısını hesaplayarsınız. 3400'ü keçid daha doğrusu. 3409 burada da var. 892. 900 da orada var. 4000'e yaxın kaloridir. 4000 kalori. Bu günləri qəbul eləmişik. Belə onu da yanına qoyacağım. Yeməyə keçim. Yeməğimi yeyeyim. Sonra da videonu sonlandıracağıq. Belə əziz izləyicilər. Yeməğimi yeyeyim. Deməli, ümumilikdə hamısını buradan qoyacağım. Üçü də ard-arda gələcək. Üçü də ard-arda baxın, diqqətlə yaxınlaşdırıb da baxa bilərsiniz. Videonu saxlayıb da baxa bilərsiniz. Yəni belə bu günlük, yəni qəbul etdiyim kaloridir. Hesabladım hamısını bir yerdə sizə göstərdim. Əyləncəli gün keçdi bizim üçün. YouTube kanalımıza abunə olmağı unutmayın əziz izləyicilərimiz. Yenə çox az qalmışıq. 900 nə qədər olub səhv eləmirəmsə tam axırında baxmamışam. Amma yəni az qalıb 1000 abunəyə çatırıq. Dəstəyiniz üçün təşəkkür edirəm. Onu da like eləməyi unutmayın. Bildirimləri də açın ki video paylaşdıqca sizə bildirim gəlsin. Belə sağ olun, salamat qalın.